Hər kəsə salamlar dostlar. Mən İsmailova Kəmalə. Kanalıma və videoma xoş gəlmisiniz. Bugün sizlərlə bərabər ağgilas mürəbbəsi hazırlayacağıq. Zəhmət olmasa kanalımıza abunə olub, like atıb, videomuza yorum yazaraq bizə dəstək olun. Bundan başqa olaraq da deməli burada 3 kilo pesoğumuz, 3 kilo isə ağgilasımız mövcuddur. Və 3 kilo pesoğu leğenimize əlavə edirik. Qabımıza əlavə etdikdən sonra isə burada qaynamış su ilə 2 stəkan yarım su əlavə edirik. Lakin 2 stəkan suyu əlavə edirik. Sonra isə yarım stəkanı da pesoq qaynadıktan sonra əlavə etmək lazımdır. Leğenimizi götürüb qazın üzərinə əlavə edirik. Qazın üzərinə qoymamışdan əvvəl bunu sizlərə deyim ki, qazın xodu biraz az xodda olmalıdır. Sonradan ağgilası əlavə etdikdən sonra qazın xodunu vermək lazımlıdır. Çünki burada pesoq yana bilər. Onun üçün birinci az xodda pesoğu əridirik. Ondan sonra isə ağgilasımızı əlavə edirik. Artıq indi pesoğumuz həm biraz əriyib, biraz da diri-diri qalıb. Bu vaxtda isə nə eləmək lazımdır? Yarım stəkan suyu azar-azar əlavə etmək lazımdır. Bundan sonra isə ağgilasımızı leğenimizin içərisinə daxil edəcəyik. Ondan sonra isə çox qarışdırmağa ehtiyac yoxdur. Sadəcə tərs-düz edərək, əzmədən bunu yavaş-yavaş, ehmal-ehmal qarışdırmaq lazımdır. İndi isə deməli artıq üstünün kəfi gəlir. Bu kəfləri yığmaq vacibdir. Lakin bunu deyim, qazın artıq xodunu polnu xodda vermək lazımdır. Artıq ağgilas mürəbbəsi qatılaşması üçün bu vacibdir. Bu istəyə bağlıdır. Həm etsəniz də olar, etməsəniz də olar. Bu mixəydir. Mixəyi əlavə etdikdən sonra gilasa biraz təravət gəlir. Yəni xoş ətir gəlməsi üçün əlavə edə bilərsiniz. Evdə olanlar əlavə edə bilər, olmayan da yəni məcbur deyil ki, bunu əlavə etsin. Deməli, ağgilasın pişib-pişmədiyini yoxlayıram burada da. Necə bilirik pişib-pişmədiyini ağgilasın? Burada belə əgər çox axıcıdırsa, o zaman ağgilas pişməmişdir. Yox, əgər ağgilasımız çox qatıdırsa, o zaman bilinir ki, ağgilasımız artıq öz kıvamındadır və pişmiş sayılır. Bundan başqa olaraq da beləcə qarışdıraraq özünüz yoxlaya bilərsiniz. Bu da isə limon duzudur. Limon duzu rəng qatsın, daha canlı görsənsin, yəni biraz daha sarı görsənsin deyin. Limon duzu əlavə edirəm. Burada isə artıq bir müddət keçdi və artıq qatılaşmışdı və artıq ocağın altını söndürdüm və sizlərə də burada göstərdim. Kəfini necə yığmaq lazımdır deyə sual versəz, üzərində qalan kəfi beləsinə qalır. Onu əlimizlə yana doğru itib salfetka ilə üzərinə sərərək götürmək lazımdır. Bir neçə dəfə bunu salfetka ilə etdikdən sonra artıq üzərində heç bir kəf qalmayacaq və siz də artıq onu rahat bir şəkildə bankalara doldura biləcəksiniz. Artıq mürəbbələrimiz hazırdır. Mürəbbələri soyuq bir şəkildə bankalara doldurmaq lazımdır. Nuş olsun. Siz də bu tarifdən istifadə edərək ağgilasın necə gözəl olduğunu siz də öz gözlərinizlə şahid olacaqsınız. Kanalımıza abunə olub, videoya yorum yazıb, like atmağı unutmayın. Sağ olun, salamat qalın.